Bismillah. Deməli, bugün biz yarpız haqqında danışmaq istəyirik. Niyə indi mən yarpız haqqında danışmaq istəyirəm? Çünki yazdır, yarpız təzə-təzə çıxır. Əldə eləmək rahatdır və ona görə də bu vaxtlarda yarpız haqqında danışmağı biz özümüzə borc bildik. Ümumiyyətlə, yarpız həm Azərbaycanda mətbəxdə işlənilib, həm də dərman bitkisi kimi işlədilib. Tərkibində zəngin efirli birləşmələr var. Və bu efirli birləşmələrə görə çox rahat həzmi asanlaşdırır. Məsələn, yemək yedikdən sonra köpürsünüzsə, həzm yaxşı getmirsə, həm bağırsaqlarda, həm mədədə yaxşı həzm olmursa, bu zaman yarpız çayının içilməsi məsləhətdir. Yeməkdən qabaq içə bilərsiniz. Yarpız həm də yaxşı öd qovucudur. Yəni öd istehsalını artırır və bununla da qaraciyərə kömək eləmiş olur, qaraciyərin də işini rahatlaşdırır. Öd durğunluğu varsa, öd yollarında iltihab varsa, durğunluq varsa, öd divarı qalınlaşıbsa da yenə də yarpız çox məsləhətdir və istifadə edə bilərsiniz. Yarpız elə bir bitkidir ki, hər bir bitki ilə kombinasiya eləyə bilərsiniz və gözəl də nəticələr ala bilərsiniz. Deməli, bax, məsələn, əgər sizdə öd durğunluğu varsa, daimi olaraq belə deyərdim ki, həzmsizlikdən əziyyət çəkirsinizsə, bir dolu xörək qaşığı yarpız, bir dolu xörək qaşığı solmaz çay götürürsünüz. Bunu 3 stəkan suda bir 15 dəqiqə dəmləyirsiniz. Süzüb gündə 3 dəfə yeməkdən yarım saat, 20 dəqiqə, 1 saat əvvəl bundan 1 stəkan içirsiniz gündə 3 dəfə. Əgər sizdə əsəb gərginliyi varsa, belə deyərdim, belə komfort hiss eləmirsinizsə, onda yenə bir dolu xörək qaşığı yarpız və bir dolu xörək qaşığı dazotu götürürsünüz. Bax, bunu 3 stəkan suda dəmləyib, yenə də gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içə bilərsiniz. Əgər sizdə mədənizdə bir problem varsa, qida borunuzda bir problem varsa, bu zaman siz həmin qaydada yenə hərəsindən bir xörək qaşığı, dolu xörək qaşığı yarpız və bir dolu xörək qaşığı çoban yastığı götürüb, yenə 3 stəkan suda dəmləyib, yenə gündə 3 dəfə içə bilərsiniz. Əgər sizdə ishal olursa, tez-tez ishal olursunuz və ishaldan əziyyət çəkirsinizsə, bu zaman siz yenə bir dolu xörək qaşığı yarpız və bir dolu xörək qaşığı boymadərən götürüb, bunu 3 stəkan suda yenə dəmləyib, gündə 3 dəfə yeməkdən əvvəl içirsiniz. Əgər sizdə böyrək ağrıları varsa, böyrək ağrılarından əziyyət çəkirsinizsə, bu qaydada yenə hərəsindən bir dolu xörək qaşığı yarpız, bir dolu xörək qaşığı mərzangilə götürüb, yenə 3 stəkan suda dəmləyib bu qaydada içə bilərsiniz. Əgər daimi olaraq həmişə kökdən əziyyət çəkirsinizsə, bu zaman siz bir dolu xörək qaşığı yarpız, bir dolu xörək qaşığı raziyana və bir dolu xörək qaşığı da hil götürürsünüz. Bunları 3 stəkan suda dəmləyirsiniz. Gündə 3 dəfə yeməkdən əvvəl bundan 1 stəkan içirsiniz. Və əgər sizdə öskürək olursa və tez-tez öskürəkdən əziyyət, bəlğəmdən əziyyət çəkirsinizsə əgər, onda bir dolu xörək qaşığı yarpızı, bir dolu çay qaşığı biyan kökü ilə qarışdırırsınız. Və bunu da bir 20 dəqiqə dəmləyəndən sonra gündə 3 dəfə yeməkdən əvvəl bundan içirsiniz. Yəni, bax, bu bitki, birini də deyim, deməli, əgər sizin bağırsaqlarınızda kolit varsa və bu kolitdən əziyyət çəkirsinizsə, deməli, bir dolu xörək qaşığı yarpız, bir dolu xörək qaşığı gülünbahar və bir dolu xörək qaşığı da əmən-kömənci yarpaqları götürürsünüz. Bunu 3 stəkan suda dəmləyirsiniz. Gündə 3 dəfə yeməkdən əvvəl bundan 1 stəkan içirsiniz. Yəni, yarpız bax belə bir gözəl bitkidir ki, bu gözəl bitkini biz gör nə qədər bitkilərlə qarışdırırıq və gözəl də faydalar əldə edirik. Ümumiyyətlə, yarpızı yığın, qurudun, adi yaşıl çayla qarışdırın. Mən, məsələn, çox sevərəm onu. Yaşıl çay ilə yarpız bir-birinə qarışdırın. O qarışıqdan normal çay necə dəmləyirsiniz? O çayı normal həmin qaydada dəmləyin. Mən məsələn xoşlayıram ki, o dəmləyəsən, ona biraz da bal qarışdırıb içəsən və yaxud da ki, adi çay əvəzi onu için. Çox gözəl ətri olur, dadı olur. Belə priyatlı, belə bir xoşagəlin bir ətri olur. Onun rahatlıqla siz o formada içə bilərsiniz. Sonra, bax, indi yarpız təzə çıxır. Yarpızı yığırsınız, adi yumurta ilə kük eləyin, yeyin. Bu da saydığım köpdən əziyyət, həzmsizlikdən, köpdən əziyyət çəkən insanlar üçün bax, bu qaydada kük eləyib yeyilməsi çox faydalıdır. Oldu inşallah, çalışın, sağlam olun, özünüzdən müğayət olun, hamı sağlam olsun, biz də içində amin. Sağ olun.